Salam, mən Aytən və siz Icons Talks-a baxırsınız. Canlarım mənim, kanalımıza abunə olmağı unutmayın. Çünki bura getdikcə daha da maraqlı olur. Bugün bizim mətbəximizdə çox gözəl bir enerji olacaq. Çünki mənim bugünkü qonağım minlərlə insanların sevdiyi bir influencerdır. Hər kəsin üzünü güldürən, üzü də gözəl. Onu deyəcəydim. Üzü də qəlbi kimi gözəl olan bir xanımdır. Fatimə Əhmədova. Xoş gəlmisən Fatimə. Xoş gördük. Sənin yolunu gözləyirdim. Çox sağ ol. Mən də çağırmağa var. Görürsən, səni belə qəşəng vaxtda çağırıram da. Yeni il qabağı, sezon finalına yaxınlaşırıq və təbii ki, səni əliboş qarşılamırıq. Bayaq gördüyün gülü sənin hədiyyə verəcəm. Gözəl, nə əziyyət, bizə xoşdur, buyur. Sağ ol canım mənim, var ol. Ay, gülləri sevirsən. Ülvi sənə tez-tez gül hədiyyə eləyir. Hər gün. Hər gün. Ay ya Allah, hamı baxsın, ibrət götürsün. Bugün əslində çox bir fərqli bir veriliş olacaq. Bu da məncə normaldır, çünki Fatimə gəlib bizə qonaq. Fərqli olmasa başqa cür ola bilməzdi. Fatimə dedi ki, mən yemək bişirməyəcəm, çünki bütün gün evdə yemək bişirirəm, yoruluram. Heç olmasa gəlin burada istirahət edim. Düzdür Fatimə? Yox. Düz deyil. Təbii ki, bu bir zarafatdır. Mən əslində yeməkdən öncə, daha doğrusu verilişdən öncə sizin üçün çox gözəl bir yemək hazırlamışam. Gətirə bilərəm Aytən? Təbii ki, canım. Təbii ki, sən gətirə bilərsən. Gecə saat 3-ə kimi yatmayıb. Bu dolmanı bükən. Bir dənə Aytən, xahiş edirəm. Dadına bax bunun. Arxa kadr, səssizlik. Sağ olun. Var olun Səni əzizlər. alan yaşadım. 100%. Necə 8 ildir. Və mən buradan bu dolmanı gecə saat 3-ə kimi yatmayan, bükən, hazırlayıb, əziyyət çəkib gətirən, bu duzlu xiyarı falan bunlar hamısını gətirən, qatığı gətirən Rəvana təşəkkür edirəm. Amma çox dadlı bu arada. Dəhşət. Heç olmasa sən neynəyib? Belə bir çıxmasında bunu qızdırmağa qoyaq, bunları da açaq. Bu da çətin işdir. Əslən soğuk da dadlıdır. Bayaq yedim. Dəhşət da, həqiqətən çox dadlıydı. Amma nəsə eləmək. Onlara bax. Bəs sən istəyirsən çörəyi doğra, mən sənə suallar verənə kimi. Təndir çörəyini. Bəli. Mən nə qədər də yemək bişirməsəm də, mən xəbərdaram ki, təndir çörəyinə bıçaq vurmaq olmaz. Təndir çörəyini əllə kəsirlər. Allah, bu bir test idi əslində, sən bundan keçdin. Yalan demə. Bəs yemək bişirmirsən, sən nə yeyirsiniz? Güzəldir. Zarafat maraqlıdır. Bizim evdə, yox, sifariş falan vermirik. Bizim evdə Nəsibə xala var. O bişirir hər gün yeməkləri. Ondan da əlavə özəl günlərdə, gözəl günlərdə Ülvi steak bişirir. Deyirək, yemək bişəndə gərək insanın əlinin duzu olsun. Məndə o şey yoxdur. Mən misal üçün pomidor yumurta bişirərəm, tavaya yapışar. Bir dəfə bişirmişdim, tavanı Ülvi qaldırdı, belə elədi. Amma bir dəfə eləmişdin də, məndə də əvvəl elə idi. Bir neçə dəfə eləyəndən sonra düzəlir. Sonra vermişi bişirmişdim. Onu da nətər suya qoydum, su canına çəkdi. Sonra təzədən suya qoydum, olmadı, xəşil oldu. Sonra nə bişirmişdim? Ballı tort eləmək istədim. Hə, birdən-birə. Yox, sən adama deyilə bir keks bişirmək öyrən, sonra ballı tort öyrən. Paxta oldu onun da layları. Yəni bir müddətdən sonra adam özündən küsür. Çox istəyərdim ki, dadlı yemək bişirim, amma bacarmır. Bəlkə bir neçə ilə o gəldi sənə, o təb istədin ki, açığı bir şey deyim. Prosta bilmirəm bu izləyicilərdə qıcıq yaradar ya yox. Mən misal üçün evdə hər hansısa bir iş görəndə, yemək bişirmək istəyəndə, buradan Ülviyə də səslənirəm. Ülvi icazə vermir. Yəni Ülvinin qəti xoşuna gəlmir ki, mən evdə yemək bişirim və yaxud da ki, ev yığışdırım. Ev misal üçün biraz dağınıq olanda, ya da həftə sonu Nəsibə xala bizdə olmayanda, ev dağınıq olanda istəyirəm yığışdırım da, ürəyim partlayır. Deyir ki, eləmə, mən istəmirəm səni ev yığışdıran yerdə görmək. Uşaqsan sən, uşaq heç ev yığışdırar. Hə, yəni belə şeylər baş verir deyə. Düz eləyirsən. Mən bundan sonra o Nəsibə xalanın nömrəsini verərsən. Evə gəlib deyərəm. Fatimə yemək bişirmir, mən nə bişirirəm, belə deyərəm. Ya Nəsibə xalanı da çağırardıq bura, hə? Bu gün altı bazardır. Altı bazardır, hə, yaxşı. Onda çörək. Bizdə burada kəsilmiş çörək də var. Onda təndir çörəkləri, belə elə. İstədim çörəyi doğrayım.
doğratdırım səni. Doğruyum, amma təndir Eləməzlər. bıçaq Onda onu olmaz da. qoyaq elə abratma Amma paketə. mən bundan yeyim də. Hə, sən ondan yeyərsən. Sonra onda qatıqları hələlik aç. Onu aç istəyirsən qablara qoy. Gəl ən yaxşısı sən mənə xiyarları ver, mən xiyar doğrayım, söhbətimizə başlayaq. Olar. Xiyar yumşuq. Əla. Bir sorğuya keçmək istəyirəm. Başlayaq. Asiya ilə niyə danışmırsınız? Sabahın xeyir. Asiya Xanım. Asiya ilə danışırıq. Bəs niyə dalaşmışdınız? Küskünlük var idi arada. Bir şey səhv yanlış anlaşılma olmuşdu. Düşünürdü ki, ona atılan şərrə mən inanmışam, halbuki inanmamışdım. Heç o söhbətə inanırsan üstünü açmadan elə Aytənin ad günündə də qucaqlaşıb barışdıq. Elə bir belə də olmalıymış kimi. Oyda mən sizə baxanda sizə yəni təkcə sənə yox ha, ümumiyyətlə belə dalaşıb barışan blogerlərə baxanda, yəni təbii ki, yaxşı eləyirlər, küslük nəyə lazım. Başa düşürəm ki, mən çox kinliyəm. O mən eləyə bilmirəm. Kinli deyiləm. Mən ümumiyyətlə həqiqətən kinli deyiləm. İndi bizim cəmiyyət bilir də, nə dalaşan insan deyiləm, kimlənsə dalaşım. Yəni bu günə qədər heç bir influencerla dalaşmamışam. Heç vaxt. Yəni mən ona nəsə deyim, o mənə nəsə desin. Bu hal baş verməyib bizdə. Mən prosta xəssiyyətim sən necədir? Mən küsürəm və küsəndə də onu qarşı tərəfə biri var nəsə yazasan ya yazmayasan insanlara bildirməyəsən. Məndə elə şey yoxdur. Direkt follow-dan çıxarıram ki, küstüm. Belə. Və sən deyirsən o elə bildi ki, sən nəyisə xiyar qalmadı ya bacı. Yox, yaxşıdır. Belə uzun-uzun doğra qoy bura. Usta şey dolmadı. Sən bilirsən mənə nəyə soydurursan bunu? Səni çox bilmişsən. Buyur. Boyumuzdan nədən çıxmır. Bəs dedin ki, o inanmışdı. O elə bildi ki, sən nəyisə inanmısan. Və əgər siz bunu müzakirə eləməmisinizsə, necə bəs sonra bildi ki, sən ona inanmamısan? Bildin necə? Yəni siz axı heç bir şey müzakirə eləmədiniz? Bildim. Bunu onun özünə niyə sual verməmisən? Çünki o gələndə onu dedi, sonra da sən gəldin, səndən soruşuram da. O dedin, sən dinlə. İnanırsan, həqiqətən valla bilmirəm ki, yəni nə oldu, nə baş verdi, niyə elə düşünürdü. Sonra da misal üçün ad günündə o qayıtdı, gəldi, dedi ki, mənə oynayan yerdə ki, mən sənin xətrini çox istəyirəm. Belə oldu, biz qucaqlaşdıq. Yəni sanki heç nə olmamış kimi də davam elədik. Çünki bilir ki, o nəinki o, bizim ətrafımızda hamı bilir ki, mən həm kinsiz biriyəm, həm heç bir söz söhbətdə olan biri deyiləm də, kimdənsə danışım, nəsə eləyim. Mən misal üçün bütün gün, yəni gündəlik aktivitəm axşamları okey oynamaqdır. Ayda ən sevdiyim oyun. 101 katlamalı. Ayda. Udursan heç. Sən soruş gör uduzduğum olur. Amma düz elədiniz, bağışdınız. Həyat çox qısadır. Bəli, 100%. Amma xaos verməyə də ardı lazımdır. Kim daha qısqancdır, sən yoxsa Ülvi? Mən. Doğrudan. Yəni Ülvi qısqanclığını bildirmir heç vaxt. Və Bürcü qoç. Və Qoç düşünürəm və ki, yox, bilirsən nə deməsə, düşünürəm ki, mən qısqanclığa səbəb yaratmıram. O da ola bilər. Əslində o da yaratmır. Onun sahəsində heç bir qısqanclığım yoxdur. Yəni ona tam şəkildə güvənirəm. Amma misal üçün ya nə vaxt qısqanıram mən onu. Kimsə görürəm ki, ya işdə falan olanda görürəm ki, bu insan biraz fərqlidir də. O hissiyat gəlir də, qadın hissi deyil, ya nəsə orada. Hə, mən onu şəffaf deyil. Sərt bir şəkildə bildirirəm. Yəni çox net bir şəkildə bildirirəm ki, xoşum gəlmir və salam bir kəlmə. Sən yanındakı adamın niyyətini belə deyək, hiss edirsən və orada bildirirsən, düz eləyirsən təbii ki. Müasir deyilsən. Yox, deyiləm. Yəni misal üçün Aysunla Ülvinin klipində çoxları yazıb ki, mənə o da nə qədər like toplayıb ki, mağaramda mutluyum. Əslində mən də mağara adamıyam. Prosta söhbət burada Aysundan gedir və Aysunla biz ailəvi yaxınıq. Onlar bir-birlərinə bacı deyirlər, qardaş deyirlər həqiqətən. Yəni burdan da Aysunu öpürəm, salamlarımı göndərirəm və qətiyyən mən elə insanların, yəni elə insan deyiləm də ətrafımdakı olan insanı öz yoldaşıma qısqanım, çünki elə ömür getməz. 100%. Və mən tam səmimi deyim, əslində mən görmüşdüm o duet oxuyandan sonra bəzi insanlar səhifələr falan paylaşırdı və deyirdi ki, necə olur ki, Fatimə qısqanmır. Birincisi mənə elə gəlir ki, onda görə heç kim oxumasın, heç kim kinolarda çəkilməsin. İkincisi də ki, mən yenə də deyirəm, tam səmimi deyirəm, mən orada əksinə o qədər hər şey
səliqəli idi ki, belə deyə onların duetində o qədər yaxşı mənada hər kəs yerini bilirdi. Heç bir belə artıq hərəkət mən orada görmədim və mən bəyəndim o dueti çox. Təsəvvür elə Aytən kliplərinə məni çağırırlar. Normalda Ülvinin bütün kliplərində oluram arxada kadrda. Mən o klipi çəkdirənə qədər, yəni nə qədər əsəbləşdim də. Deyirəm ay bala, siz bu klipdə bu emosiyanı verməlisiniz. Oturun oynayın, bu gülür, o qaçır. Deyirəm amma belə olmaz da. Yəni siz bir evli cütlüyü göstərməyə çalışırsınız, canlandırmağa çalışırsınız. Amma bunu da eləyə bilmirsiniz. Gah gülürlər, gah aralı dayanırlar. Yəni belə bir şeylər. Amma mən əksinə bəyəndim ki, bir tərəfdən həqiqətən duetdilər, çox yaxşı oxuyurlar. Bir tərəfdən də o məsafəni mən hiss elədim. Yəni mən orada vallahi heç bir ekstra işini görmədim. Yox əslində. Biraz da çox İzləyəcəm, əlimə baxdı ki, bu səy neynir. Xiyar xanım bəsdir bacım. Burada. Doğru. Əla. Kim daha çox pul xərcləyir? Ülvi. Ülvi. Ən çox sən nəyə pul xərcləyirsən? Mən yığımcılam. Yəni mən neçə yaşım var? 27 yaşım olacaq bu il və mən hələ indiyənə qədər kimsə deyə bilməz ki, Fatıma artıq nəyəsə pul xərcləyib. Xərclədiyim vaxtda da işimə xərcləyirəm. Sonra bizdə amma Ülvidə o xəssiyyət yoxdur. Ülvi məsələn gedir, işləyir, qazanır, gedir, sразу ona nəsə alıb mənə gətirir. Deyirəm alma, deyirəm vallah istəmirəm. Allah haqqı istəmirəm. Yox dəymə, mən bununla xoşbəxt olaram. Mən düşünürəm ki, sənə bunu alanda o pul mənə misliyindən geri qayıdacaq. Onu düz deyir amma həqiqətən də elədir. Kişi nə qədər öz qadınına çox pul xərclədir, o pul ona qayıdır. Bu bir qayda və qanundur. Bəs necə xərcləmirsən pulu? Heç əlin gəlmir, istəmirsən ki, xərcləyəsən. Əlim gəlmir. Hayda. Mən də onu kaş bacarardım. Mən həmişə, yəni bəlkə də deyirəm ki, bu anadan, atadan keçmə bir şeydir. Ömür boyu mən instituta girən gündən atamdan 20 qəpik pul almamışam. Girdiyim gündən stipendiya almışam deyə almamışam, üstəlik başlamışam işləməyə. Ömür boyu da bir hədəfim olub ki, məsəl üçün pulumu yığmalıyam, özümə maşın almalıyam, özümə ayrı bir ev almalıyam. Yəni ona görə xərcləmirəm. Mənim üçün məsəl üçün yazırlar ki, hə geyim belə, ayağımdakı ayaqqabıya qədər yazırlar ki, tutaq ki, bu ayaqqabısını dəyişmir. Düz ayaqqabımı dəyişməməyimə səbəb pul deyil. Zaten bilən da fikir verirlər. Hə, bilən bilir ki, ayağımdakı ayaqqabı nədir. Sadəcə yəni bu mənim xəssiyyətimdir. Mən heç nəyə fikir vermirəm ki, ay məndə bu sumka olmalıdır, məndə bu telefon olmalıdır, nə bilim məndə bu geyim olmalıdır mütləq. Yox. Əgər bir şey çox istəsəm alaram. Onda belə çox şapagolik deyilsən, yəni alış-veriş eləyəsən hər dəfə nəsə fərqli oyunuz eləyirsən. İlk iş yerin nə olub influencerlıqdan qabaq? Şahmat müəlliməsi olmuşum. Nə maraqlı. Neçə il dərs dedin, yəni neçə müddət dedin? 4 il dedim, səhv eləmirəmsə. 4 il dedim, sonra Ülvidən sonra 1 il yarım dedim, ondan sonra da keçdim influencerlığa. Ondan qabaq uşaq olmuşam, 19 yaşım oldu. Neçə yaşda tanış olmusunuz? 19. Elə 19-da da evlənmişik. Ay, nəngik. Ülvi neçə il səndən böyükdür? Ülvi 3 il böyükdür. 91-də, 91 o, 98 mən 7 yaş. 7 yaş. Okay. Sənin arzun, Fatmə? Arzum? Bilənlər bilir ki, mənim arzum, yəni ən böyük arzum xanın sağalmasıdır. Allah şəfa versin. Xanı görmüşdüm mən, verilişdə daha doğrusu eşitmişdim, danışmışdı. Müalicə edirsiniz. Hə, min şükür. Yaxşıdır, yaxşılığa da doğru gedir. İnşallah ki, daha da yaxşı olacaq. İnşallah tezliklə sağalar. İnşallah. Sənin üçün həyatda ən böyük dərs nə olub? Yəni, məsəl üçün nəsə həyatında baş verib və sən demişsən ki, bu mənə böyük dərs oldu həyatımda və bundan sonra həyatım dəyişəcək. Arzunun çox gözəl bir sözü var. Deyir ki, sən başına gələn hadisələrdən dərs almırsan və hər zaman onu təkrarlayırsan. Mən elə bir insanım. Bir cümlə var ki, hamı onu tez-tez işlədir, izləyicilər ki, blogerlər müftə yeyən insanlardır. Razısan bu fikrinlə? Xeyr. Bax, mən əgər 8 ilimi bu işə vermişəm, öz sahəmdən uzaqlaşmışam, mənim öz sahəm var idi, mən müəllimə idim, mənim tələbələrim var idi. Günü bu gündə, misal üçün, mənə valideynlər yazır ki, müəllimə biz sizi izləyirik falan. Əgər mən öz sahəmdən uzaqlaşıb bu işə
yəni başlamışamsa və 8 il ərzində orada rəylərə falan baxsan, bir çox hamı yazır ki, dərdlərimdən uzaqlaşıram sizə baxanda. Yəni mənim sahəm digər influencerlardan fərqlidir də, güldürürəm məsəl üçün izləyicilərimi. Hamı yazır ki, mən sizə baxanda dərdlərimdən Oradan da elədi. Çox maraqlıdır. Və məsəl üçün biz boş dayanmırıq. Nəinki mən, digər həmkarlarım da bütün gün nə var? Məsəl üçün bu gün Zəfər günüdür, düzdürmü? Hamı çəkilişdədir. Hamı nəsə çəkir, hamı bir kontent yaratmağa çalışır. Amma məsəl üçün o sözü yazanlar evlərində oturur ki, bu gün tətildə iş yoxdur. Misal üçün, düzdürmü? Yəni nəyə görə müftə adı verilməlidir? Və bu elə bir şey deyil ki, sən bu gün səhifə açdın, sənə yazsınlar ki, gəl mənim restoranımda yemək ye, üstəlik ödəniş al, gəl filan şeylə üstəlik ödəniş verim. Yəni bu birdən-birə olmur. Əgər mən bu işə 8 ilimi qoyub bugünkü gündə mənə belə deyək də əməkdaşlıq təklifləri gəlirsə, yəni buna niyə də nəyisə deyib kölgə salasan axı? Sən həm reklam eləyib, həm də özün pul ödəsən, belə nə marağı olar, nə motivasiyası olar sənə yox. Bəs mənə bax, Qoç bürcüdür. Qoç bürcüləri biraz emosional olur, özündən tez çıxırlar, ülvü deyil. Aytən. İlk dəfə deyir Qoç bürcü görə onu götürəcəm. Həqiqətən mən də. Amma ətrafımızdakı hamı deyir ki, ay valla sənə qarşı elədi də, o normalda əsəbidir, aqressivdir. Əsas sənə qarşı necədir? Qalanı maraqlı deyil. Burada bir sual var idi. Ringlə bağlı. Sən ringə çıxmısan nə vaxtsa? Ay Aytən. Mən ona gördüm, sual başa düşmədim nədir. Dedim səndən soruşacağam. Hə, çıxmışam. O nə idi? Nəsə bir layihə idi? Bəli, layihə idi. Bir içki markasının keçirdiyi böyük bir layihə idi. Hətta bu il də keçirdilər, Azərbaycandadır. Böyük bir layihə idi və çox da yaxşı təklif olunmuşdu mənə. Mən də ona görə gözə alıb hazırlaşıb çıxdım və mən çıxdığım üçün utanmıram. Linç yedim ki, sən boksçu deyilsən, sən niyə çıxırsan o yarışmaya? Amma o real idi. Əlbəttə ki, real idi. Amma məsələ bilsən nədir? O ringə çıxmaq və xanım məndən neçəsə kilo çox idi, boyu da hündür idi. O xanım influencer deyil idi. O xaricdəki influencer idi və keçmiş təcrübəsi də var idi. Qaydasız döyüşdə idi, yoxsa bilmirəm də. Yəni həqiqətən və mən də çox qorxaq bir insan idim. Həm qorxaq, həm də mənim anksiyetem var. Çox adam tanımırsan, daha doğrusu çox adamı tanımıramsa, həmin ortamda sıxılıram, danışa da bilmirəm. Yəni çox pis oluram. Və çox da qorxurdum. Təsəvvür elə Ülvidən gizlin ağlayırdım ki, görəsən çıxmayım. Ülvidə neçə gün qabaq bilmişdin tutaq ki, bu döyüş olacaq? Bir həftə, 10 gün, bir ay. 7 ay. Adam 7 ay onun fikirləşməyə var. 7 ay hazırlıq prosesi getdi. Çox əziyyət çəkdim, dəhşət dərəcədə. Əməli dərslər keçirdim. Hə, dərslər keçirdim və düşünürəm ki, mən çox güclüyəm. Həqiqətən. Çünki o ringə insanlar düşündü ki, məşhurluq üçün falan. Yəni mən məşhurluğa ehtiyacım yoxdur bu ölkədə. Yəni min şükür özündən razılıq kimi çıxmasın, amma yetəri qədər tanınıram. Sadəcə bu mənim işimdir və mən səhər bir gün desələr ki, çıxıb başqa bir şey eləməlisən, yəni çərçivədən çıxmamaq şərti ilə mən onu eləyərəm. Amma mən linçi anlamadım. Fərqli bir layihədir və məncə çox maraqlı olmalıdır əksinə. Boksçusan sən falan da düşünmürdülər ki, mən influenceram və okey, indi gəlirəm digər məsələ deyir, müftə yeyirlər, bu blogerlər belədir, elədir. Məsələn, siz gözə alardınız boksa getməyi, o ringə çıxmağı. 90% insan almaz, amma mən aldım. Həqiqətən də çox böyük bir risk idi, zədə də ala bilərdim. Əslində zədə aldım qabırğalarımdan, amma heç də peşman deyiləm. Yenə olsa yenə çıxaram, bu mənim işimdir. Yəni daşdan da olsa o pulu çıxardaram. Kim qalib gəldi, yoxsa da yox idi elə bir şey? Qarşı tərəf. Ha, orada. Bəs sən onu nəsə vurardın da zəddən zaten sən də onu. Mən də ona vurdum. Yox, əslində vurdum və düşünürəm ki, yaxşı da yaxşı oldu. Hə. Yox, xanımla münasibətimiz var, indi danışırıq. Onda danışmırdıq, indi danışırıq. Bəs oyundan sonra nələr keçirdin? Çox maraqlıdır. Necə hisslər keçirdin? Oyundan sonra o nə bilim, nəfəsim bir gün özünə gələ bilmədi. O qədər təng nəfəs olmuşdum ki, nəfəsim özümə gələ bilmədi. Boğazım ağrıdı, qabırğalarım ağrıyırdı, ciyərim yanırdı. Yəni mən ilk dəfədir ki, yəni ciyərim yanmışdı və ondan sonra
bu hadisəyə rastlaşmamışam. Çox pis idim, dəhşət dərəcə. Amma o qədər ağladım. Ülvi də dedi ki, bala, bu sənin üçün indi pis ola bilər, amma bunun açacağı yaxşı qapılar ola bilər. Ondan sonra misal üçün bəzi markalardan təklif də aldım əməkdaşlıqla bağlı. İndi səhifəmə girsəz görərsiniz keçən illə bağlı sırf dekabr ayında mənim 30 günümün, yəni ard-arda 20 günü əməkdaşlıq postları oldu. Çünki sən cəsarətli idin və məncə bir çoxunun elə bilməyəcəyini elədin. Dolma məncə biraz bəlkə bax Hasan özün rəvan. Hə, gəl bax. Çünki biz burada sənin yeməyində də biz necə o idarə edə bilərik. Neysə, uşaqlar burada şərbətdanı atırlar. Belə də sənin uğurlu uğramaq istədilər. Məncə özünə əziyyət vermə. Sən də açsan. Məncə hamımız acıq. Düz deyil. Bu gün biraz fərqli olsun. Biz yeməyimizi yeyək. Sonra davam edək oyunlara və söhbətlərə. Okay? Larçlı uçmu. Çok sağ ol. Bunları yiyin de siz. Niye yemirsiniz? Çəkirsən ama. Ayten, gəl indi mən sizə bir dənə sual verim. Çok dadlı. Buyur canım. Influencerlardan hansını daha çox istəyirsən? Səni. Yaxşı. Keçəcəyəm. Çağırıb da məmnun qalmadığın bir qonağın olur. Sen kavgaslarındı. Ya ehtiyac yoxdur. Ehtiyac yoxdur canım mənim. O dürüst insandır, o bilir harda nə cavab Yox, sadəcə olub ki. Buyurun. Aha. Olub ki. İstemedik mi oldu? Hə, məsəl üçün daha maraqlı gözləyirdim. Onu bilirəm. Olub belə. Hər Evet, bu verilişdə qədər. olur. Səndən qabaq olan, hə? Belə, indi qonaqlarım gəlib, qonaqlarım haqqında heç nə deyə bilmərəm. Mən ev yəsiyəm də, belə. Nəsə ondan. Aydın. Çox. Sən deyirsən, bu mənim sonuncu verilişim olsun, hə? Niyə? Final Bəs sən sezonu. fikirləşmirsənmi ki, sən Qonaqları çağırırsan, burada ağızlarından söz alırsan, sonra qonaqlar düşür o xəbər saytlarına, onlar paylaşırlar, altından linçlənirlər. Yəni bir gün bu da səni gözləyir. Yox, bilirsən niyə? Çünki bax sən mənə sualı verdin, mən onu cavablandırmadım. Yəni istəmirəm cavablandırmasın da. Mən heç kim məcbur eləmirəm axı. Bəzən hətta mən buradan demək istəyirəm, sən çox gözəl bu sual verdin. Qonaq gəlir, video çəkilir. Ola bilər nə insandır, mən də biraz tırka verirəm, adam həvəslənir, nəsə deyir. Hardasa 2-3 gün sonra bu veriliş paylaşılır. Yəni bu günə kimi olmayıb ki, mənə qonaq desin, buranı çıxart, o buranı mən də çıxartmayım onu. Hə, yox, o barədə məlumatım var. Hə, mən 3 gün vaxt verirəm, sən yadındadır da nə demisən. Əgər o qonaq onu nəzərə almayıb, heç nə demirsən, mən də onu saxlayıram. Onu sonra mənə deyirəm. Qatılıram sən. Sən görərsən mən səndən suallar verəcəm. Fatmə, yəqin ki bu oyunu görmüsən. Heç sevmədiyim bir oyunda açıq deyim. Yəni bu verilişə gəlmək istəməmək səbəbini soruşsalar deyərəm budur. Onda bu oyunu 3 dəfə oynayarsan. Fərqli insan, bütün Instagramdan. Amma bəlkə də bu oyun sənin özünə də kömək eləyir ki, sənin beynində biləsən ki, kim hansı yerdədir. Həm izləyicilərə kömək olur. Əslində bu oyun çox yaxşı bir oyundur. Biz bunu indi görəcəyik. Küsməyim mən. Deməli, qaydaları təkrarlayıram. 10 dənə influencer ya tanınmış sima şəkli göstərirəm Fatiməyə. Fatimə də 10-cu yerdən 1-ci yerə kimi seçir ki, kim ona daha yaxındır. Belə, Ayşə Aslanova. Messi. Aygül. Aya Prima. Aysun. Arzu. Nermin. Kasımzadem. Elmira. Mehin. Fidan Zeyn. Oldu. Yəni mən hər dəfə bu şəkildə elə bir ki sıramıram. Bir də Aysel Şükür. İndi mənə denən 10-cu yerdən kimdir? Bu xanımı ona qoyaq. Aya Primanı. Niyə? Münasibətim yoxdur. Münasibətim yoxdur. Bu qədər. Başqa heç bir şey.
Kimsə xətrinə dəymək istəmirəm. Yəni mən özümə də yaraşmaz kimsə xətrinə dəymək. O xanım mən barədə bir dəfə paylaşım eləmişdi, çox əsassız şəkildə. Yaxşı, qoy buradan açıqlamasını verim. Deməli, Aygül. Asiyanın əməliyyatı zamanı biz orada olanda Zəhra xala çağırdı məni, dedi ki, bəs Fatimə paylaşım eləməyi istəyirəm ki, Asiya yaxşıdır. Yəni deyə gülə-gülə ki, çünki xəbər yayılmışdı ki, Allah uzaq eləsin, Asiya rəhmətə gedib. Və orada da Könül xanım var, çoxunuz da tanıyırsınız. O da bizim yaxınımızdır. O da həmin xəstəxanadaydı və Asiyaya görə pis olmuşdu. Mən düşündüm ki, Asiyanı çəkmək düzgün deyil. Elə story atdım ki, Könül də burdadır, gəlmişik xəstə ziyarətinə. Asiya da yaxşıdır, belə bir paylaşım eləmişdim. Bu xanım da götürüb story atmışdı ki, nəsə təhqir yazmışdı və yazmışdı ki, girib güya tanımadığım bir xəstənin yanına girmişəm, oradan story atmışam, güya reyting qazanmaq üçün və mən də cavab yazmadım. Yəni mənə yaraşmaz kiminsə dalaşmaq belə. Okay. Daha sonra 9-a Ayşə Şükürü qoyuram. Yəni heç bir davam, heç bir sözüm, söhbətim yoxdur, olmayıb. Sadəcə burada indi sıralama ilə gedirik deyə. Siz bir ara yaxın idiniz, yoxsa mən elə gəlir? Yox, ümumiyyətlə bizim tanışlığımız yox. Yəni tanışlığımız yox deyəndə ki, belə heç vaxt oturmamışıq. Yenə səhv salıram. Yaxşı. Ayırlarım pozuldu. Sonra deyim mən sıralamamı eləyim, ona uyğun rəftar eləyəcəm. Daha sonra seçimlər o qədər çoxdur ki, birdən başlasaydıq deyərdi. Marağı da odur da. Deməli belə, okey, onda neçədir? 8. 8-ə Fidanı qoyuram. Fidanla münasibətimiz yaxşıdır. Sadəcə olaraq, yəni burada misal üçün Arzu var, Aysun var, Elmira var, yəni onların yanına görə məcbur 8-ə qoyuram. Fidan 8. Yox. 8-dir. Hə, düzdür. Daha sonra Nərmin Nurlan. Çox istəyirəm onu da. Prosta Nərminlə də yəni heç vaxt oturub söhbət eləməmişik deyə onu da 7. aha. Sonra Asiya, gəldik sənə. Düzdür, hərçənd ki sən məni ona qoymuşdun, amma Ona qoymamış, səni ümumiyyətlə çıxartmışdım. hə, çıxartmışdın, amma mən səni neçədir bu? 7, 6-ya. 5. Sonra Mehin. Mehincik 5. Mehinlə də küsmüşdü zaten. Hə, mən demirəm, mən qəribə xarakterim var mənim. Amma Niyə küsmüşdünüz ki? çoxu düşünür ki, bir dəfə yazmışdılar ki, Fatimə yola getmir falan, Arzu ilə belə bir şayəmiz çıxmışdı ki, biz danışmırıq, onu da yazmışıq. Amma halbuki elə deyil. Yəni əgər bizim aramızda nəsə bir küslük varsa, bunun həqiqətən də bir səbəbi olur. Vəssalam. Yəni biz Mehinlə oturduq, danışdıq, həll elədik məsələmizi. Nə idi ki, məsələ bizə bəlkə məsləhət verək sizə, yox? Mən yaxın olduğum insanlarla, yəni bir süfrədə çörək kəsdiyim insanlarla olan davamı yəni sosiala yansıtmağı sevmirəm. Və bu nə qədər də yansıtmamışam. Yəni heç bir storydə falan açıqlama verməmişəm və verməyi də düşünmürəm. Nəsə səhv başa düşmüşdü, yoxsa nəsə kimsə dalınca nəsə elə bilmişdi ki, kimsə demişdi, yoxsa nəsə belə bir heç nə olmamışdı. Ayten, amma bilməyəcəksən. Ay yaxşı, Mehincik. Ay 4 dənə 5. qaldı. 4 dənə qaldı. Aysun, Arzu, Məsi və Elmira. Ay Allah, deyəm, hansındadır busunda? Halvası Türkəndə, Allah deyir ki, bundadır. Sinə çıxdı. Məsi 4. Maraqlı. Aysun Üsulla aşkar etdi. Aysun 3. Aha. Emişin bugün ad günüdür. Təbrik edirəm. Təbrik edir. Amma mən elə bildim sən Elmiranı birə qoyarsan. Yox? Neçə ildir tanıyırsan Elmiranı? Arzu ilə mənim 6 illik dostluğum var. Yəni Arzu'nun yeri birdir də. Burada kim olursa da olsun Arzunu birə qoyacaqdım. Emişlə də bizim münasibətimiz çox yaxşıdır. Əslində biz Emişlə
3 ildən artıq uzun bir müddət dostluq eləyirik. Prosta mən Elmira ilə dostluq elədiyim müddətdə Elmiraya demişdim ki, yəni onunla elə danışmışdıq ki, yəni bunu sosiala yansıtmayaq. Çünki sosiala yansıdılan hər bir münasibətdə, yox gözdəyir, yox. Story atırsan, sonra yazırlar ki, niyə story atmırsınız? Deməli küsmüsünüz, ona görə biz story atmırdıq. Bizim story atmamızın yəni başlanğıcı Amerikada olub. Yəni biz Amerikaya qədər story atmırdıq. Arzu bir İndi sual var idi, izləyicilərdən gəlmişdi ki, sən Tomatos qrupu ilə əvvəlki kimi yaxın deyilsən. Buna səbəb nədir? Buna səbəb əslində bayaqki verdiyin sual idi. Mehinlə bizim küslü söhbətimiz idi ki, bu bütün qrupa yansımışdı. Yəni ümumiyyətlə belə də küslük yarandı. Onca maraqlı olmuşdu. Onu Sən maraqlıdır. öz ətrafıma belə danışmıram. Çünki yenə də deyirəm də bir süfrədə çörək kəsmişik. Bunu heç vaxt mənə yaraşmaz ki, durum ya sosiala yansıdım ya da ki, bu barədə danışım. Sən nişana getməmişdin Nəcibənin. Getmişdim, oradaydım. Vlogum da var. Necə yəni getməmişdim? Nişan yox, toyuna. Necə işdirsən? Yox, toyuna. İtaliyada. İtaliyaya getməmişdin. Hə, onu toyuna nişan səs aldım. Onda orada danışmırdınız Mehinlə. Danışırdı. Niyə çağırmamışdıq ki? Yox, düz deyir, danışmırdıq. Danışmırdıq. Xatırladım, unutmuşam. Onda Tomatos da elədi ki, bir nəfər danışmayanda hamı danışmır. Yox, elə deyil. Bizim münasibətimizdə ümumiyyətlə o qrupla daxili bir şəkildə bir problem yaşamışdım. Yəni biri ilə küsəmsə hamısı ilə küs deyiləm. Yəni elə bir şey yox. Yaxşı, anladım. Qəşəng oynadın, xoşuma gəldi. Bizi tam bəzən o məlumatı mənə vermədin. O mənə yaraşmır. Amma yaxşı canım, sən də bu belə ol. Və bugün bildiyiniz kimi yeməklərimizi Rəvan təşkil eləmişdi, bişirib gətirmişdi bizim üçün. Amma şirinyatlarımız Bolt Fooddandır. Və bir daha xatırlatmaq istəyərdim ki, Bolt Foodda artıq Bravo var və siz istənilən ərzaqları çox rahat şəkildə sifariş verə bilərsiniz. Deməli, Fatimə, səninlə bir oyun oynayacağıq. Mən sənə suallar verirəm. Sən bu sualların cavablarını deyirsən və ondan sonra da biz Ülviyə yığırıq. Daha doğrusu sən eyni sualları ona verirsən və biz onun cavabını, yəni baxırıq. Səndən üst-üstə düşməlidir. Tamam. Görək nə qədər siz bir-birinizi yaxşı tanıyırsınız. Əslində şübhəm yoxdur, amma yenə də maraqlıdır. İlk sualım. İlk görüşdüyünüz gün. Görüşdüyümüz gün Tarix. İlk dəfə məni dekabrın 5 2017-də görüb, mən də onu ilk dəfə görmüşəm. Amma sevgili olduğumuz tarix fevralın 12-si 2018. Daha sonra Bəs sənin ona ilk verdiyin hədiyyə nə idi? sözlə xatırlamıram. Saat və duxu arasında qalmışam. Bilmirəm, saat almışdım yoxsa duxu almışdım. Fevralın 23-ü. Bəs onun sənə verdiyi ilk hədiyyə? Yadıma gəlir ki, fevralın 12-si biz danışdıq, sevgili olduq. Fevralın 13-ü görüşdük, 14-ü xatırlamıram orasını. Orada qayıtdı dedi ki, 07 sürürdü onda. Qayıtdı dedi ki, Bardaçok aç, Bardaçokun sənə hədiyyəsi var. Açdım, gül çıxdı. Sonra dedi ki, arkada gitara şey var, qabı var. Onu aç, onun sənə hədiyyəsi var. Açdım, gül çıxdı. Aranı, yuxarını aç, gül çıxdı. Həmin də ona bir cümlə işlətdim ki, sən indi alırsan da, sonra almayacaqsan. O da mənə qayıtdı ki, sənə söz verirəm. Ömrümün sonuna qədər sənə hər gün gül alacağam. Ona görə hər gün gül alacağam. Hər gün gül alır. Ya Allah, daha çox romantikdir. Mən düşünürəm ki, yəni o romantikdir, düzdür. Amma mən daha dərin düşünüb romantik hərəkət edirəm. Sən daha belə maştabını edirsən. Görək o nə deyəcək. Səndə bəyənmədiyi nədir? Mən düşünürəm ki, hər şey bəyənir. Bir dənə ola bilər ki, məsəl üçün maşında Lalənin xəssətidir, o Ülvinin də tez coşurlar, siqnal verirlər, qabaqdakına dalaşırlar. Yəni mən sevmirəm yanımda dalaşan insan görəndə. Ona görə, yəni mənim Nə da?
nə deyirsən ha? Fatma'nın bacısı buradadır, güldü o deyəndə o cümləni. Avtobusun qabanı. Avtobusun qabağını neyləmsən? Bu yaxınlıqlarda olub özdə. Avtobus gəldi. Pavarodniki yandırmadan körpünün altında bu xəttdən yəni qoşa xətt idi, özü qırıq-qırıq xətt olmaya sürdü. Düz mənim maşınımın qabağına və mənim maşınımın təkərinə sürtdü və mənim maşınımı atdı da qırağa, bildiyin atdı. Və siqnal verdim və saxlamadı. Və içərisində də təsəvvür sərnişinlər var və bu insan maşını vurduğunun belə fərqində olmadı. Bir saxlayar, üzr istəyər, deyər ki, nə oldu, nə baş verdi, yaxşısızmı, maşına nəsə oldu mu? Mən əsəbləşdim. Sürdüm, verdim düz körpünün altında saxladım belə. Düşdüm maşına, dedim düş aşağı. Dedim sən qardaş, maşın sürürsən, kartoşka daşımırsan, sərnişin daşıyırsan, sən mənim maşınımı vurmursan və sən saxlayıb ən azından soruşmaqdansa ki, xanım necə oldu, ya görürsən ki, siqnal verirəm də və sən vecbə deyil. Düşüb aşağı belə, haranı vurmuşam? Dedim, necə? Sən bildiyin təkərimə, yəni düzdür, maşınıma heç nə olmamışdı, amma bildiyin sürtdü. Adam yenə də qorxu gəlir də, yəni həyəcan gəlir. Və ən azından gözləyirsən ki, heç orada mənim maşının əzilməyə falan heç bir vecimə deyildi. Prosta ki, bir insanlıq aldı da. Deyir ki, heç nə olmadı. Ofisdə yanında konduktordur, nədir, yadımda deyildi adı. Yanındakı da deyir ki, polis çağıraq. Deyirəm, gözləyirəm. Bu saniyə çağırırsan polisi. Şofer də dedi ki, üzrü sayın falan filan. Sürdülər, getdilər, heç nə olmamış kimi. Və əgər biz Ülviyə sual versək ki, kim sənə daha yaxındır? Səncə nə cavab verəcək influencerlardan? Bir nəfər. 2 nəfərin adını çəkər deyə düşünürəm. Yox, bir nəfərdir. İkisindən birinin adını çəksə, mənim Arzu deyir. Okey, Arzu. Sən ketimli elə bilir. Adın elə qoysaq, düzdür. Aycan. Neynirsən? İşləyirəm, sən neynirsən? Verilişdəyim. Və mikrofondadır hal-hazırda telefon. Sənə suallar olacaq və sən o suallara cavab verməlisən. Buyur. Deməli, İlk gördüyü gün. məni ilk gördüyün gün. Səni ilk gördüyüm gün. Dekabrın 5-i. Sevgili olduğumuz gün. Qoluma yazmışam, boynuma yazmışam. Fevralın 12-si. 12-si 14-ü aralığıdır da əslində. Biz 12-si olaraq bunu tarixə keçirmişik. Aha. Mənim sənə aldığım ilk hədiyyə. İlk hədiyyə saat almışam mənə. Bəs Yox, onun sənin mənə aldığın ilk hədiyyə nə olub? Gül almışam, 07-yə söykənib gözləmişəm. Gəlmişəm, gül vermişəm sənə birinci görüşümüzdə. Elə olmuyor. Necə elə olmuyor? Necə gül vermişdin mənə? Bir dənə verməmişdim də. Bir dənəsi əlimdə idi, 07-yə söykənmişdim. Maşına oturduq, qayıtdım, Bardasokun sənə sürprizi var. Açdın, oradan şey çıxdı, gül çıxdı, nə bilim, qoltuq altından sənə sürprizi var. Belə şirinlik eləyə-eləyə belə gül vermişəm sənə. Sonra? Sən də bəyənmədin. Sənin məndə Başda elə allatmışam. Sənin məndə bəyənmədiyin nəsə var? Məncə yoxdur. Coşmağın. Necə coşmağım? Nə mən də coşmağım? Çox tez coşursan da, hər şeyə elə bir aşırı reaksiya verirsən. Anlamadan, dinləmədən. Yaxşı, sən evdə görərsən. Oraya. Başqa? Başqa heç bir bəyənmədiyim heç nəyin yoxdur həyatım. Hamısı sevirəm. Mənim ən yaxın rəfiqəm kimdir? Ən yaxın sən bir dənə deyil axı. Bir neçə dənədir. Bir dənə deməlisən. Bir dənə deməliyəmsə qapışım deyim. Nərmin. Qapışın, onun qapışı Nərmindir. Çox, bu qədər həyatım. Öpürəm sən gülüm. Mən desən, hələ. Qəşəng. Hə. 99% yəni eyni cavab. Bir dənə sadəcə o düşündü ki, Nərmin sənə daha yaxındır. Düşünürəm ki, Nərmin onun qapışıdır deyə. Bir də ki, Nərmini çoxu dost kimi ayırır. Mən Nərmini dost kimi ayırmıram. Çünki Nərmin mənim
dostdan çox ailəmin içidir də. Yəni düzdür, desən ki, Nərmin nə sayılır, gəlinim yox. Gəlin deməzdim. Yəni o bacı kimi deyim də. Yəni tamam fərqli duyğudur. Onu izah edə bilmərəm. Doğma bir şey. Okay, anladım sən. Qəşəng oynandınız, maşallah. Xoşbəxt olsunuz həmişə. Çox bəyənirəm sizin cütlüyünüzü. Nəsib olsun inşallah. Amin, amin. Məncə biz artıq keçə bilərik səmimi söhbətlərə. Çünki bizi çox maraqlı söhbətlər orada gözləyir. Ümumiyyətlə bu gün bu verilişdə hər hissə maraqlıdır, amma məncə orada söhbətlər tam belə. Yəni deyərdim ki, izləyicilərin Fatimə ilə tanış olacaq. Məncə çox uzatmadan keçək. Bugünkü verilişi sizə yaxşı xəbərdən başlamaq istəyirəm. Bu da odur ki, artıq siz bir neçə gün sonra Savannah Couture-a daha da yaxın olacaqsınız. Artıq noyabrın 15-dən Savannah'nın grand opening olacaq və siz gedib istədiyiniz orada libasları seçə bilərsiniz, yeni ilə hazırlaşa bilərsiniz. Ona görə də xanımlar, vaxt əslində çox az qalıb. Tərəddüd etmədən mütləq Savannah Couture-a gedib gözəl libaslarınızı seçin. Çəkir də. Başlamışıq, hə. Şimdi ol. Verib mənə hədiyyalı. Deyir uzan, psixologdur da, danışdırmağa çalışır. Özünü rahat hiss elə. Gözlərini yum Sakitlik. Bugün en mutlu günüm. və dinən. Gözünü yum. Özünü hardasa ən xoşbəxt yerdə hiss elə. Bədənən mehinlə yadalaşmışdı. Mən qaqaş kimi oturmamışam. Nə kimi oturmamısan? Qaqaş kimi. Çox rahatam elə biləm. Bu qədər lazım deyil. Sizin Ülvi ilə tanışlıq hekayəniz necə tanış olmuşdunuz? Biz dekabrın 5-i 2017 həmin o tarixdə mənim bacım indi arxa planda əyləşən Lalə İsraildən gəlmişdi və biz çıxdıq şəhərə. Qayıtdı dedi ki, mən canlı musiqi istəyirəm. Biz dedik ki, hə, yaxşı Lalə, gedərik. Elə Targovdan keçirdik. Restoran adını çəkməyəcəm, hal-hazırda bağlanıb zaten. Həmin o restoranda da şüşəlidir və içəridə canlı musiqi gedirdi. Lalə dedi ki, gəlin girək. Mən dedim ki, acından ölürəm. Həmin o restoranın da qarşısında menyu qoymuşdular. Baxdıq menyu, dedim, yox, bahalıdır. Oturanmarıq, gedək orada yeyək. Sonra gəlib oturarıq, gəl burada oturub kofe içərik. Getdi, yeməyimizi yedik, qaydanda yenə yadından çıxmadı. Dedi ki, girək. Girdik, heç nə oturduq. Sonra Lalə mahnı sifariş vermək istəyirdi. Ülvi də səhnədə idi. Ülvi orada ifa edirdi. Ülvi orada ifa edirdi. Lalə də gördü ki, canlı musiqidə girək, əyləşək. Sən danışıram 2017-nin dekabrın 5-nə, 8 il bundan əvvəl, 8-9 il bundan öncə. Nəsə, Lalə mahnı sifariş vermək istəyirdi. Ofisiantı çağırdıq. Ofisiant da dedi ki, Instagram hesabımızı deyək, oradan yazın, oxusun. Dedi, yaxşı. Instagram hesabını dedi. Lalə də dedi ki, bəs mənim yazmam düzgün deyil, sənin səhifəndən yazaq da, ailə vəziyyətinə görə. Dedim, hə, yaxşı, problem deyil. Götürdüm, telefonumu verdim. Lalə yazdı Ülviyə ki, salam, bu mahnının zəhmət olmasa. 5 manatda çayvay göndərmişdi Lalə. Ülvi də oxudu o mahnını. Daha sonra mən yazdım. Gördü ki, telefon mənim əlimdədir. Başladı mənə söhbət eləməyə ki, bəs bu mahnını bilmirəm, o mahnı falan filan belə danışdıq. Həmin o gecəni səhərə qədər biz danışdıq. Daha mahnı sonra sifariş verirdiniz. Məncə bu mahnı. Mahnı sifariş sonra çıxdım da o restorandan. O restorandan. Onda bəyəndin onu da, başladın yanışmağa. Hə, sözün açığı o qədər görünürdü, görmürdüm. Hə, görmürdüm. Postdakı səsi falan məni valeh eləmişdi də. Danışdığımız yerdə mənə qayıtdı, dedi ki, səni görəndə sənin yanında bir qız, bir oğlan uşağı görürəm. Yəni sən mənə ilk o vibe verdin də, bizə şans ver. Mən də elə də danışırdı ki, mənim dəhşət xoşuma gəlirdi və heç bir yerdə bu günə qədər açıqlamadığım, sadəcə dostlarımın, ailəmin, qohumumun bildiyi bir şey bölüşmək istəyirəm sizə. Bəzən soruşursunuz ki, bəs niyə dekabrın 5-i görmüsən, amma fevralın 12-si sevgili olmusan? Çünki dekabrın 5-i günü o mənə belə bir mesaj yazanda, mən dedim, hə, nə gözəl. Sonra yazdı ki, amma sənə bir şey demək istəyirəm. Dedim ki, denə. Dedi ki, bəs mən evlənib boşanmışam. Bəs mənim bir uşağım var. Hə. Dedim, nə danışırsan? Sən neçə yaşın var idi onda? 19. 19.
19 bir ay əvvəl olmuşdu noyabr. Onun da sən dedin 7-26 aradasın. Hə. İndi danışanda başıma ağrı girdi. Hə, dedim ki, zarafat eləyirsən? Dedi, yox. Dedim ki, bəs mənə yazma da. Yəni mənim 19 yaşım var və mənə görə sən necə sevsən belə düşünürdüm ki, mənim ailəm verməz. Dedim mənə yazma. Dedi ki, yazma desəm bir də sənə yazmayacağam. Amma bizə şans ver də. Mən səni görəndə yanında bir qız, bir də oğlan uşağı görürəm də, istəyirəm də, yəni səndən ailə qurmaq və səni ilk görən saniyədən vuruldum sənə. Dedim, bəs yox da yazma. Və fevralın 12-si və fevralın 12-sinə qədər də mən hər Targovdan keçəndə onu görürdüm. Əlində gitara ilə gedirdi restoranda çıxış eləmə. Mən onu görürdüm, amma fikir vermirdim. Sonra təsadüfən fevralın 12-si günü İsraildən gələn bir rəfiqəm var idi. Həmin o rəfiqəmlə restoranda oturanda biz ondan rastlaşdıq. O birisi masadan bu birisi masaya. Yəni danışmadıq, sadəcə gördük də bir-birimizi. Sonra o başladı mənim şəklimi like eləməyə. Sonra mən o şəklinə like atdım. Belə-belə likelaşdıq. Nəysə, uzun sözün qısası fevralın 12-sindən sonra danışdıq. Prosta mənim içimdə o qədər qorxu var idi ki və Ülvi də elə bir insan idi ki, yəni zaten hal-hazırda hər kəs bilir də necə sevgi dolu olduğunu. Yəni belə bir insan var olduğunu mən hələ də şübhə edirəm ki, bəlkə yuxudayam mən. Sadəcə çox çətin oldu bizim birləşməyimiz, həddindən artıq. Yəni atam vermək istəmirdi. Atam vermək istəmirdi və bu mövzunu mən niyə heç vaxt heç bir yerdə danışmamışam və deyirəm sənə ki, tutaq ki, mənə kimsə söz atanda cavab vermirəm, kimsələ də dalaşanda cavab vermirəm. Çünki bunun da yeganə səbəbi mənim atamdır. Mənim atam mənə sadəcə bir şey demişdi ki, bu sosial şəbəkəni açanda çalış öz işindən tanın. Nə ailə münasibətin, yəni belə bir şeylərlə yox, nə kimlənsə dava, dalaşın. Ona görə bu vaxta qədər həmişə susmuşam. Və bu vaxta qədər, misal üçün, mənə deyirlər ki... Can, haqqı verir misin? Yox, ehtiyac yox. Hə, mən arada indi nə qədər sevən insan olduğu qədər sevməyən insanlar da var da. Yazırlar ki, şər atırlar ki, güya mən kiminsə ailəsini dağıtmışam falan. Bu əsla ola bilməz, əsla və hansı ki, mən 19 yaşımda Ülvini tanımışam. Yəni, onun evli olduğu vaxtlarda mən vapşə uşaq olmuşam da. Mən necə kiminsə ailəsini dağıta bilərəm? Və heç vaxtda ola bilməz də bu. Bu bir mövzu və atam gördü ki, son zamanlar yəni mən çox pis oluram da, hər atılan şərrə qarşı sus. Sən ara verək. Çox pis oluram və yəni o şeyi açdıqdan sonra istədim ki, açıqlamanı artıq verim də, yəni nə qədər olar susmaq. Bəzən qıraqdan baxırlar, deyirlər ki, çox gülür, ay necə xoşbəxtdir. Bəli, mən xoşbəxtəm həyatımda. Mən xoşbəxtəm həyatımda Ülvi kimi birinin olmasına görə çox şanslı insanam, amma bu atılan şərrlərə qarşı susmaq o qədər ağırdır, o qədər çətindir. Yəni mən nələrdən keçmişəm. Bəzən bizim ən xoş günümüzdə, ən gözəl günümüzdə biz ikinci dəfə toy elədik. Onda xəbər saytları belə bir şayə yaymışdı ki, güya Fatimənin toyunda nələrsə baş verir. Yəni belə şərrlər atılmışdı. O gün belə sustum. Və səhərə qədər ən xoş günüm idi. Amma səhərə qədər ağladım və cavab vermədim ki, Fatimə, təmkinli ol, gözünün qabağına ailəvi gətir, atavi gətir, anavi gətir, onun dediyi sözü unutma. Heç kimə bir açıqlama vermə və sustum. Aytən, nə qədər çətin olsa da, yəni hal-hazırda özüm də şokdayım ki, mən bu açıqlamanı verə bilirəm də. Və keçirəm ikinci bir mövzuya. Ülvinin bir dənə də şəri odur ki, güya mən Ülvinin uşağı ilə görüşməyinə icazə vermirəm. Əksinə, bunu Allah da şahiddir, bütün dostlarım da şahiddir. Hətta bəzən deyir ki, Ülvi, sən mənim balaca dağımsan da, sən bu yaşda, bu şeydə necə bu qədər
dik dayana bilirsən. Yəni elə olub ki, az qalıb ki, telefonu götürüb dəfələrlə özü yazmaq istəyib, açıqlama vermək istəyib ki, elə deyil, belə deyil, özü danışmaq istəyib, icazə verməmişəm. Çünki dediyim kimi mən həmişə fikirləşmişəm ki, atam mənə bu sözü deyib. Yəni mən onu zaten mənim üçün çox şey eləyib və mən onun sözün qarşısına başqa bir söz deyə bilmərəm ya da çıxıb açıqlama verə bilmərəm bu barədə. Qoyuram bunu bir kənara və uşaq mövzusuna da gəldikdə isə mən Ülvinin birinci yoldaşı ilə, yəni birinci xanımı ilə biz daimi şəkildə əlaqədə olmuşuq. Uşaq mövzusuna görə mən uşağı şəxsən özüm öz əllərimlə görüşdürmüşəm. Uşaqları uşağımla da görüşdürmüşəm. Yəni üçünü də hər zaman görüşdürmüşəm və birinci xanımla da yəni ünsiyyətimiz var və hətta onun yəni uşağa ata sözünü mən dedizdirmişəm. Və mənə təsir eləyən də odur ki, bu şeyləri elədiyim halda bu qədər şər, o qədər rahat şər ata bilirlər, o qədər rahat belə ki, mən bunu nə ilə vura bilərəm, nəyi bilirəm birinin üstünə onu qoyub danışa bilərəm. Burada utanılacaq bir mövzu yoxdur. Hər kəs boşana bilər. Hər kəsin yəni sığortalanmayıb. Heç kim sığortalanmayıb bu həyatdan. Sadəcə siz tanınırsınız, o hamının həyatında baş verir. Ona görə də bu hər kəs elə bilir ki, onlara icazə verilir. Və bilsən nədir məsələ? Mən yenə də deyirəm, mən sadəcə həmişə bu şərrin atılmağı və mənim 8 ildə susmağım o gün bu söhbətdə niyə bu gün açıldı? Çünki verilişdə, Ülvin verilişə çıxanda bu söhbəti açdılar orada. Bu söhbəti açdıqdan sonra da artıq atam da baxdı verilişi və ondan sonra mən çıxıb bu barədə danışa bildim. Yoxsa əsla danışmayacaqdım. Yenə də o sözlər, şərlər qarşısında susub qalacaqdım. Belə. Amma məncə sənin səmimi olduğunu görməmək mümkün deyil. Yəni hamı da səni buna görə sevir. Və təhqir belə düşünürlər ki, yaza bilərlər. Mən əgər sosial şəbəkədə açıq bir səhifə işlədirəmsə, kimsə girib məni tənqid edə bilər. Nəyisə görə, geyimimə görə, ya nəyisə görə. Amma kiməsə şər atmaq, siz necə, nə qədər də məşhur olursan ol, bir insan necə qəlbi kinlə dola bilər ki, insana şər atasan və çox rahat da bu düzmüş kimi qələmə verəsən də. Yəni bu hansı vicdana, hansı mənliyə, hansı şəxsiyyətə sığır? Bəli, təəssüf ki, son zamanlar həqiqətən də insanlar üçün sadəcə şər atmaq o qədər asandır ki, yəni onlar sən hansısa məlumatı ki vermədin, onlar başlayırlar sənin yerə qərar verməyə ki, ta ki Fatimə əgər heç nə demədisə, yəqin Fatimə səhvdir. Düşünmürlər, Fatimə əslində istəmir ki, belə bir söhbətlər ortalığa düşsün, hamı bunu müzakirə eləsin. Onlar düşünürlər ki, yox, yəqin Fatimənin nəyisə səhvi var ki, belə eləyib, amma yaxşı ki dedin. Məncə tam zamanında dedin. Bu çox şəxsi münasibətdir. Heç vaxt açıqlama verməmişəm də, amma hal-hazırda yəni görüşürlər də, yəni münasibətimiz də var. Yəni heç bir və o xanımla mənim xanım, yəni o xanımla mənim də heç bir düşmənçiliyim yoxdur. Yəni o da mənim kimi bir xanımdır. O da xoşbəxt olmağı layiq bir xanımdır. İndi bəxt gətirməyib, şans gətirməyib. Onların arasında nəsə baş verib boşanıblar deyə bu demək deyil. O pisdir və yaxud da ki o yaxşıdır, mən pisəm. Təbii ki, təbii ki. Yaxşı, gəl keçək başqa söhbətlərə. Siz ikinci dəfə toy eləmişdiniz. Bu bəs nə ilə bağlı idi? Mən bəlkə qaçırtdım o. Yox, mən birinci toyumda biz elə bir ki mən həmişə arzulamışdım ki bəyaz gəlinlikdən gəlinliyim olsun. Makyajım günəşli olsun. Mən həmişə bunları arzulamışdım. Ülvi də toyu eləyəndə 07-sini satıb eləmişdi o toy. Bəzən yazırlar ki, ya qızın çox pulu var, oğlan ona görə evlənib, ya oğlanın çox pulu var, qız ondan ona görə evlənib. Amma biz evlənəndə Ülvinin sonra evləndiniz? Fevralın 12-si biz sevgili olduq. Avqustun 20-si evləndi. Yəni bizimkisi çox fərqli bir münasibət olub. İzah eləyə bilmərəm. Nə deyəcəyim? Toyda 07-sini satdı. Çox ucuz qiymətə satdı özdə və ondan toy elədi. Təsəvvür elə gəlinliyimi Laçından götürmüşdü. 200 manat
Nanı 180 manata bilmirəmsə endirim eləmişdilər. Ya o gəlinliyə belə yazmışdılar ki, bahalı gəlinlikdir falan. Və sonra restoranımız balaca bir restoran idi. Gələn qonaqlarımız ayaqda qalıb küsüb getmişdilər. Sonra ən yaxın rəfiqəm toyda oturmamışdı. Mənim gəlinliyimi belə evdə elə bir ki izah eləyə bilmərəm də, yəni nələr çəkmişdim o kasıbçılıq dövrümüzdə. Və mən həmişə Ülvi mənə deyirdi ki, sənə söz verirəm. Sənə kır düyünü eləyəcəm. Hə, qismət oldu ki, 3 ildən 4 ildən sonra kır düyünü elədi. Özdə bəyazdan gəlinliyimi Aynur xanım tikdi, ikinci gəlinliyimi. Makyajımı Günəş elədi. Yəni hər şey ürəyimdə, hər şey arzuladığım kimi oldu, hər şey. Bəs papanı necə razı saldın sonra Ülvi ilə bağlı? Atam mənim yaralı yerimdir. Atamdan mənə o qədər gözəl bir miras qalıb ki, o hər bir cəhətdən də. Ona görə onun sözü mənim üçün qanundur. Məsəl üçün, o məni verməyəndə o əmin idi ki, onun razılığı olmasa mən heç vaxt evlənmərəm. Və o görürdü ki, mən ac qalıram, yemək yemirəm, yenə də mənim xarakterim atamdan keçib. Yenə də deyirdi ki, yox, vermərəm. Ondan sonra Lali ilə bibim getdilər, danışdılar. Atam namaz qılan adamdır. Yəni qatı dindar da belə deyək. Və o Lali getdi, dedi ki, dində məcburiyyət yoxdur, belədir, elədir. Yəni onun zəif nöqtələrindən vurdu da. Bir müddət çox çətin oldu razılığı, amma oldu. Çox gözəl. Mən də kövrəldim. Söz vermişdim ki, ağlamayacağam. Yəni, əziz izləyicilər, siz bugün tamamilə fərqli bir Fatimə ilə rastlaşdınız. Bilmirəm, bəlkə də bu gündən sonra daha da bəyənməyəcəksiniz və yaxud da ki, bəyənəcəksiniz. Məni sevənlər qədər sevməyənlər də var idi. Nə bilim, bəzən rəylərdə görürdüm ki, biri yazıb ki, biri şər atır. Elə məhz bu evlilik barəsində o birisi yazırdı ki, heç vaxt eləməz də. Yəni gözümdən görsəm belə inanmam. Yəni tərəfimi tutanlar daha çox idi, söz yox. İnanmayanlar daha çox idi. Amma onunla yanaşı belə təsəvvür, bu verilişə gəlmədən öncə şəxsən mənim yaxın bir qohumum, adını deməyəcəm, dedi ki, bəs mən eşitmişdim ki, sən Ülvini uşağı ilə görüşməyə qoymursan. İçimdə fikirləşdim ki, yəni öz qohumum belə bunu düşünəndən sonra, yəni bunu öz qohumum belə dilə gətirəndən sonra başqaları niyə fərqli düşünsün ki? Ona görə istədim açıqlamanı verəm. Maşallah olsun, Allah saxlasın, Allah qorusun. Özdə kopyada Ülviyə oxşuyur. Ey Allah, Allah saxlasın. Amin, amin. Hamısının üçün də bəxtini Allah gözəl eləsin. Amin. Bugün elə bir üstümdən çox böyük bir yük qalxdı. Adama bir dənə negativ rəy yazırlar. O qədər adam pis təsir edir ki, izah edə bilmirəm. Qaldı ki, belə şər atılanda sənin üstüvə. Allah hər kəsin ürəyinə görə versin və həyat bumerangdır. Ona görə kim səni neyinirsə, inan ki, ona qayıdacaq. Növbəti sualım, deməli... Sual qaldı. Aytə, hər şey danışdı. Gecə sənin biznes tərəfi və arzu ilə bağlı. Sizin restoranınız var idi, düzdür? Adı ilk restoran Kahkaha. Ay sağ ol. O niyə bağlandı? Yoxsa onun adı sadəcə dəyişdi? Yox, bağlandı deməyək. Bizim İçəri şəhərdə çox gözəl bir yerdə idi məkanımız. Sadəcə orada artıq maşının içəri girişi qadağan elədilər və obyektin də yiyəsi gəldi, dedi ki, mən bunu mağaza kimi fəaliyyət göstərmək istəyirəm. Və əslində heç bağlamaq istəmirik. Çünki yəni oranı reklam belə etməyəndə turistlər gəlib girirdi ora. Bəli, çox yaxşı yerdə idi. Ona görə dəyişdi, keçirdi Targoviya və Targoviya keçirdəndə də düşündük ki, artıq bəlkə daha da yenilik eləyək. Adını dəyişdik, siyasət elədik. Siz onu Arzu ilə bir yerdə açmısınız. Bu sizin ortaq. Arzu ilə mən yox, Nicatla Ülvi. Nicatla Ülvi ortaq. Eynidir sizdə, yəni şəriklik, yoxsa üçün kimdəsə daha çox, hansı faiznədir? Eynidir. Amma izləyicilər yazmışdı ki, sən sanki son zamanlar az paylaşırsan. Yox, mənim son zamanlar sadəcə olaraq başım qədər gözəl işə
qarışıqdır O da deyə, nəyə görə işte. sözü kəsib? Deyirlər, elə bildilər ki, aravız deyib. Ona Hə, görə. onu yox, onu SMM səhvən çıxartmışdı. Səhər açıldı, Arzu ilə danışırıq ki, bu nədir? Arzu elə bilir ki, mənim əlim dəyib, mən elə bilirəm Arzunun əli dəyib. İkimiz də düşmüşük, yəni bilmədik, inanın Allah. Elə bir ki, sırf o söhbət yayılsın deyə belə bir şey çıxmışdı. Ya nə etsə belə. Yoxsa heç bir faiz falan söhbəti yoxdur. Sən də vaxtın azdır, ona görə paylaşımlar eləmirsən, amma hər şey qayıdır. Necədir Arzu ilə şərik olmaq? Gözəl. Arzu nə deyəndə ki, bir başa düşdüm yoldaşlarınızdır, amma yəqin ki, reklam tərəfini daha çox siz edirsiniz də. Bizdə bilsən necədir Aytən? Biz heç vaxt o günün sonunda atşot var ya, ay sonunda. Bizdə administratorumuz var. Bizə heç vaxt gətizdirə bilmirdi ki, yəni birimiz gələndə o birisimiz gəlmirdi. Heç vaxt bir yerdə oturaq, hə, bunun qiyməti falan şeydir, bu yarı bölünməlidir. Yox, bizdə elə bir şey heç vaxt olmayıb 6 il ərzində. Tutaq ki, misal üçün 100 manat qazancı olubsa, elə vaxt ola bilər ki, o 100 manatı Ülvi götürürdü, Nicat götürmürdü. Elə vaxt olurdu ki, Nicat götürürdü, Ülvi götürmürdü və heç biri də soruşmurdu, sən niyə məndən çox götürmüsən? Bəs səncə bu uğurlu şərikliyin, ortaqlığın səbəbi nədir? Nə məsləhət görərsən? Bunun səbəbi bilirsən nədir? Hər iki ailənin də dostluqdan əlavə pulgir olmaması. Yəni biz bu dostluğu, biz bu şərikliyi pul üzərindən, qazanmaq üzərindən qursaydıq, çoxdandan bitmişdi hər şey. Ki, qazanırıqsa bu götürməlidir, o bu götürmür. Bizdə elə bir şey olmuyor heç vaxt. Bəs gələcəkdə istəyərdin özünə məxsus bir nəsə brend ya iş qurmaq? Açığı mən professional olmadığım sahədə nə isə açıb işlətməyin tərəfdarı deyiləm. Amma bir şey xəyalımda var ki, şahmat akademiyası açım. O da öz ixtisasım üzrədir. O ixtisas üzrə də bitirmişəm, müəllimlikdə işləmişəm və bütün ətrafımda var. Bütün tanınmışları, məşhurları, yəni şahmatçıları hər birində tanıyıram. İnşallah ki, belə bir planım var. Başqa da heç bir planım yoxdur. Çox sağ ol ki, gəldin. Mən çox xoş oldu səninlə söhbət eləmək, səni daha yaxından tanımaq. Və sonda bizdə belə bir rubrika var. Sən bizim xanımlara məsləhət verirsən. Sizin kimisə sevməsinə ehtiyacınız yoxdur. Əgər münasibətdə düşünürsünüzsə ki, mən yemək bişirsəm mən sevilərəm, nə makyaj eləsəm sevilərəm, geyinsəm sevilərəm, bu yanlış bir fikirdir. Zaten sevən adam hər türlü sizi sevir. Makyajsız halınızı sevir ən çox da. Nə bilim, yuxudan oyandığınız o sərsəmlədiyiniz halınızı sevir. Yəni kimsə özünüzü sevdirmək üçün heç nə etməyə ehtiyac yoxdur, əziz xanımlar. Tək yol sevgidə xoşbəxt olmaq üçün sizə layiq olan qarşınıza çıxmasını gözləməkdir.